Deməli qızlar, işığı yandırın. İnanın ki, kənd toyuğu almışıq. Megastordan. Toyuqdur, xoruzdur, bilmirəm. Çox əti yaşlı görsənirdi. O haçana pişəcək. Bilmirəm, valla. Koymuşam ki, pişsin. Kənd çorbasına hamile sup yedizdirim. Evlərimi də belə təmizləmişəm. Bugün ev təmizliyi yoxdur. Buranı da belə qəşəng təmizlədim. Tərtəmiz elədim evlərimi. Aldıqildə həyətdə it üçün yuva hazırlayırlar. Bugün it sahiblənmişik. Sahiblənən itlərdən, hansı ki, küçük atılan itlər var idi, körpə, bala itlər. O itlərdən sahibləndiyi bir dənə balaca bala götürmüşük. Ki, həyət evidir, həyət evindən bilirsiniz ki, it lazımdır. Düzü kamera zad var, amma ki, baxmayın, it lazımdır. Bir şey də danışmaq istəyirəm, dostlar. Deməli, bilirsiniz ki, biz Amin üçün dəstək toplayırıq və canlıda çox insan sual verir, yoldaşın işləmir, işləyirsə niyə Aminin dəstəyini toplayırsınız? Belə deyim də, dostlar. Yoldaşım işləyir, şirkətdə taksi fəaliyyəti göstərir. Və yoldaşım fikirləşin, Amin həftədə bir dəfə 260 manatlıq dərmanlar qəbul edir. Nevropatoloqun yazdığı dərmanlar çox güclü dərmanlardır və qiyməti də yəni gücünə görə bahadır. Yoldaşım həftədə bir dəfə onların dərmanını qarşılaya bilir. Aminin yeməyi də xüsusi yeməklər yeyir, xüsusi qarşılar yeyir ki, hansı ki, Amin çəkiyə gələ bilsin. Bilirsiniz, Amin inkişafdan qat-qat geridə olan uşaqdır. Buna nəzərən də bunu məsələ gətirin. Məsələn, Amin 2 yaşı var, amma ki 10 kiloqram çəkisi var. Buradan götürün ki, Amin inkişafı nə qədər zəifdir. Və 2 dənə mənim normal övladım var. Bunların təhsili, bunların ehtiyacları, evin ehtiyacları, kommunalı, hər şeyini Adil ancaq öz maaşı ilə idarə edə bilir. Yəni, evdə bir nəfər işləyir və evdə, necə deyim, belə xəstə övlad, normal övlad, ailə bunu tək bir insanın maaşına idarə eləmək mümkün deyil. Mən düşünürdüm ki, məsələn, YouTube səhifəmə qaldıracağam və oradan qazanc əldə edəcəm. Amma belə deyilmiş də, bunun qayda qanunu var imiş. Hansı ki, mənim izləmə saatı, videolarım ona görə hər zaman sizə xahişim olur ki, sonuna can izləyin. 4000 izləmə saatı qoyulur. Mən bu 4000 izləmə saatı, məndə sadəcə 2000 izləmə saatı var. Birinci buradan əngəl olur. İkinci növbə shorts video baxışlarına 10 milyon baxış olmalıdır. Ümumilikdə 10 milyon. Mənim shorts video baxışlarım isə sadəcə 195 mindir. Və bu mənim 10 milyona çatmaq üçün mənim 5-6 ay zamana ehtiyacım var ki, mənim videolarım o dərəcə kəşfiyyətdə olsun, baxış sayı yığsın və abunə sayım artsın. Aminin dəstəyə olan yığılan məbləğ də ona görə lazımdır ki, dostlar. Amin bilirsiniz, nevropatoloq müalicəsi alır və Amin 2 yaşındadır, oturmur, başını saxlaya bilmir, danışmır, yerimir. Və nevropatoloqu ilə məsləhətləşdi ki, Amin ümumiyyətcə başını saxlaya bilmir və keçən səfər bunun fəsadını yaşadım, hansı ki, uzanıqlı halda çay içirdim, boğazında qaldı, dili qatlandı. Bu problemləri yaşadım. Mənə nevropatoloqu da və fizioterapevti də dedi ki, Amin üçün kask, yəni dəbilqə. Bilmirəm, idmana gedən uşaqlarda görmüşsünüzmü, başını zərbədən qorumaq üçün ona bənzir, amma o deyildi. Xəstə uşaqlar üçün xüsusi hazırlanmış bir şeydir və bu Almaniyadan şirkət tərəfindən, firma tərəfindən Azərbaycana gətirilir. Bunun gətirmə sürəci də 10 gündür. 10 günə gətirib Azərbaycana çatdırırlar. Hansı ki, baş çevrəsi ölçülür, başın çevrəsini ölçülür və ona uyğun hazırlanıb gələn bir şeydir. Bu kaska ehtiyacımız var. Kask da ona kömək edir ki, Aminin başı sümüklərini su yerindən oynatdığı üçün Amin hal-hazırda başı çox böyük görsənmə, arxası düzdür. Və o tarazlığı tuta bilmir. Fikirləş, arxaya doğru atır da, arxa düzdür, yanlar böyük, yanlara vermir, arxaya doğru başını tullayır. Buna görə də bizim kaska ehtiyacımız var. Kask da nəyə kömək eləyəcək? Aminin başının oval forma almasına ki, Aminin başı oval forma alarsa, ölçülərdən də çox fərq olaraq kiçiləcək başı və boyun bəlkiyəcək.
başa uyğunlaşacaq. Buna görə bizim o kaska ehtiyacımız var. Kaskın qiyməti 1500 manatdır. 2 gündür canlı açırıq və canlı açma səbəbimiz də bəziləri kimi demirik ki, məsələn, bilirsiniz, söhbət kimlərdən gedir, hansı ki, bədən şəkilləndirmə üçün canlıda istəyənlər var idi, nə bilim, estetik əməliyyatı üçün, estetik görünüş üçün. Bu belə bir şey deyil. Bu xəstə uşaq üçün istənilən bir dəstəkdir. Bizi qınamayın. Cavan ailəyik və bizim büdcəmiz yəni bəzi yerə qədər çatır, oradan o yana çatmır və məcbur deyilsiniz ki, tənqid eləyib təhqir eləyəsiniz. Dəstək ola bilmirsiniz, çıxa bilərsiniz canlıdan. Dəstək ola bilmirsiniz, yazmaya bilərsiniz. Bu məcbur deyil ki, siz bunu təhqirə çevirib tənqid eləyəsiniz, təhqir eləyəsiniz. Və buradan irəli gələrək bir şeyi də nəzərinizə çatdırım. Aminin canlısında söyüş yazan insanlar, lağa qoyan insanlar. Sözüm sizlərədir. Baxın. Bilirsiniz ki, qayda qanunlarımız çox gözəl inkişaf edib Azərbaycanda. Artıq sosial şəbəkədə, nə canlıda, nə yorumda, nə təhqir, nə söyüş yazmaq qəti qadağandır və bunların müəyyən bir dərəcədə həm maddi cəzası var, həm də ki, tutulma cəzası var. Mən canlı yayın açanda hər zaman ekran kaydını açıq qoyuram. Çünki nəyə görə? Elə insan var ki, məsələn, atır pul deyir, atdım, amma ki, məbləğ gəlməyib, gələn səfər mən onu sübut eləyə bilim deyə. Mən canlı yaylarımı hər zaman ekran kaydına alıram. Ekran kaydından da əlavə canlı yayınlar zaten YouTube'un yaddaşına yazılır. Mən sadəcə paylaşmıram canlı yayınlarımı. Və mən əgər bir də mənim övladıma, mənim şəxsi həyatıma, ailəmə canlı yayınlarda söyüş, təhqir olunarsa, mən müvafiq orqanlara şikayət eləyəcəm və bunu hara qədər getmək lazımsa sonuna qədər gedəcəm. Çünki mənim bir xəstə övladım var. O ixtiyarı sizə verməmişəm ki, bəzi izləyicilərimə aiddir. Bu çox az insanlardır və xaricdən, Türkiyədən girənlər çox olur və çoxsu da inanın ki, oradan girənlərdir. Mən baxmaram, qardaş ölkədir, qardaş ölkədən olan vətəndaşdır. Yəni bu mənim üçün maraqlı deyil. Övladımdan ötə heç bir şey yoxdur. Necə lazımdırsa cavabını verəcəm qanunla. Ona görə də xahiş edirəm. Girdiniz, bəyənmədiniz, canlı yayını xoşunuza gəlmədi, çıxa bilərsiniz. Məcbur deyilsiniz. Yəni məcbur eləmirəm mən sizi. Və bugün Adili həkimə apardıq, canlı yayın açmışdıq. Bəziləri gördü. Onlar üçün də məlumat olsun deyə deyim. Adili həkimə apardıq. Çünki Adilidə yüksək təzyiq problemi var. Hansı ki bu son 3 ayda yaranıb. Bir dəfə mən çox ağır formada pisləşmişdim. Ürəyimdən ağrı tutub xəstəxanaya aparmışlar və Adili qorxudan sonra təzyiq problemi yaranıb Adilin. Ona görə dərmanlar qəbul edirdi. Fikirləşirdilər ki, qorxudan əmələ gəlib, ola bilər panik atak olub və ona görə təzyiq yüksəlir. Müalicə yazdılar, 2 aylıq müalicə ki, effekt göstərəcək, göstərməsə ürəyində problem ola bilər. Və biz 2 aylıq müalicəni hələ keçmişik, amma heç bir effekt olmur Adilin. Təzyiqi normaldan 170-180-da kimi qalxır və maksimum düşməsi 140 olur. Onun aşağıya düşmür. Əsməsə olur, qıcolmaları başlayır. Və bugün getmişdi, ürəyini aparata saldırmaq istəyirdi. Təəssüf ki, sistem işləmir deyə qəbul etmədilər. Yəni, valla həyatımız gördüyünüz kimi asan deyil və həyatımız sizin iki dodağınızın arasında qınayacaq qədər də asan deyil. Çox çətin bir həyatımız var və bu çətin həyatın, bu çətin imtahanlar içində bir yerlərə tutunmağa çalışırıq. Xahiş edirəm, dəstək olun. Dəstək olmursunuz, köstək də olmayın. Dəstək olmursunuz, tənqid də eləməyin. Dəstək olmursunuz, təhqir də eləməyin. Bu ümumiyyətcə qanunu da keçdim, vicdanla bunu eləməyin. Çünki fikirləşin, biz o romanın hamısını oxuyuruq və bizi çox ağır təsir eləyir. Ümid edirəm ki, bu videom sizlərə, bəzi pis yorum yazan izləyicilərə, nə bilim, bir xatırlatma olar. Üzünüzdən müğayət olun. İnşallah ki, vloglar paylaşacağım. Canlı yayınlarımız davam eləyəcək. Axşam saat 8 tamamda canlımız başlayacaq. İzləmədə qalın və maksimum dərəcədə dəstək olun.